Siyəzən burayla toyuğudur. Almarketdən almışdım dünən axşam və axşam toyuq qızartması edəcəm sobada. Bunun üçün toyuğu ilk öncə yaxşıca yuyub, gördüyünüz kimi dərisini səliqəli şəkildə çıxarıram. Dərisi bişməyi heç xoşlamıram, qətiyyən sevmirəm. Toyuğun dərisini elə təmizləyirəm, yoluram ki, elə bir ki, hissimi toyuqdan çıxıram bütün və onun üzərinə çəkmək üçün meşdə xazayka mayonezindən istifadə edirəm. Təxmini 2-3 xörək qaşığı qədər, 1 xörək qaşığı tomat pastası əlavə edəcəm. Duz istiyor zövqə görə, amma biraz duzunu çox etmək lazımdır ki, çünki toyuq şit olmasın deyə, dad götürsün. Yaxşıca qaçdırıb qoyuruq. Bunu toyuğun üzərinə çəkəcəm. Bir də sobaya qoyanda ədviyyatla əlavə edəcəm. Baxın, toyuğun artıq dərisini təmizləmişəm. Çox qəşəng. Gördüyünüz kimi özü də yağlı toyuqdur. Və hazırladığım mayonez qarışımını üzərinə çəkirəm və içərisinə çəkəcəm. Bir də hövsan soğanını nazik doğrayıb qollarının arasına, içərisinə, sinə hissəsinə qoyacağım. Baxın, beləcə hər tərəfinə yayıram. Soba listini kərə yağı əlavə edib, baxın, artıq toyuğumuzu soba listinə əlavə edib, soba 250 dərəcədə isidilir. Və mən burada gördüyünüz kimi ədvalar əlavə etmişəm. Bəh-bəh, əllərimə sağlıq. Necə qəşəng qızarıb, pürüm-pürüm bişib. Artıq toyuğumuz hazırdır. İndi servis edəcəm. Buyurun, nuş olsun. Yuxarıda da özüm bişirmişəm qəşəng. Artıq toyuğumuzu servis etmişəm. Göz haqqınızı halal edin. Buyurun, nuş olsun. Yeni videolarla qarşınızda yeni olacağım. Dadlı tariflərlə neçə vaxtdır izləyicilərim deyirdi, Ülviyə xanım, niyə dadlı yeməklər paylaşmırsınız, şirniyyatlar paylaşmırsınız, Ülviyə bacı, Ülviş canım mənim, niyə dadlı tarif yoxdur, buyurun, paylaşıram. Abunə olmağı unutmayın, paylaşın. Təşəkkür edirəm. Qara gözlər, qara gözlər.